Masallıda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübə və Tədris Mərkəzini və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə Tibbi Ərazi Bölmələrinin İdarə Etmə Birliyinin, Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının dəstəyi ilə ümumi lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunan ana və uşaq sağlamlığı mövcud problemlərə müasir baxış mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, əməkdar həkim Ceyhun Məmmədov çıxış edərək Azərbaycan dövlətinin memari və qurucusu dahi şəxsiyyət, ümumi lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı naminə həyata keçirdiyi misilsiz xidmətlərindən, ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi səhiyyə sahəsində ana və uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən islahatlardan danışıb. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübə və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı əməkdar həkim Rəşad Mahmudov və təbibin icraçı direktorunun mavini Araz Nəsirov çıxışlarında ümumi lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı, ana və uşaq sağlamlığının müdafiəsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərindən söz açıblar. Bizim Mərkəzi Gömrük Hospitalının burada yüksək ixtisaslı mütəxəssislərin, həkimlərin bizdə olan qabaqcıl təcrübə və nailiyyətləri yerli kolleqalarla bölüşməyə imkanları olacaq. Eyni zamanda bu konferansda Böyük Britaniya və Türkiyənin həkimləri də nüfuzlu mütəxəssisləri də iştirak edirlər. Dünyada olan təcrübəni Azərbaycana tətbiq etmək üçün də çox bir vacib bir məsələdir. Ona görə tək Bakıda yox, həm də regionda işləyən həkimlər üçün bu yeni məlumatları çatdırmaq, onları həmin gündəlik praktikanı tətbiq etmək üçün belə beynəlxalq konferansın xüsusi rolu var. Bu tədbirə dəvət olunmuş istərsə Böyük Britaniya, istərsə Türkiyədən və eləcə də Azərbaycanımızın dəyərli elm adamlarının edəcəkləri məruzələrlə öz təcrübələrini yerli və bölgənin həkimlərini paylaşmaqla bundan sonra da ölkəmizdə həyata keçirilən siyasətə, səhiyyə siyasətinə dəstək və eləcə də həkimlərimizin səviyyəsinin artırılmasına kömək edəcək. Mənim xüsusi marağım vaxtından əvvəl doğuşdur. Vaxtından əvvəl doğuş böyük bir problemdir. Həm mama ginekoloq üçün, həm də neonatoloqlar üçün. İlqar Mustafayev, Xuraman Aydınqızı bugün informasiya proqramı üçün.